Salam, indi isə çevrədə mütənasib parçalar, toxunan və kəsənin xassələri ilə bağlı bölmə izahına baxacağıq. Bunun üçün 4 dənə qayda var, tez təkrarlayaq, sonra baxaq. Birinci növbədə vətərlər kəsişəndə nə olur? Bölündüyü hissələrin hasilləri bir-birinə bərabər olur. Yəni M vur N, K vur L-ə bərabərdir. İkincidə 2 toxunanla, bu uşaqlar 2 dənə vətərlə bağlı xassə idi. İndi 2 dənə toxunanla bağlı bəs. Toxunanlar bir-birinə bərabər olur. Tən bölən mərkəzdən keçir. Mütləq toxunma nöqtəsi radiusa perpendikulyar olur. Baxın, toxunan çəkilibsə, radius toxunma nöqtəsinə nə olur? Perpendikulyar olur. Və uşaqlar toxunan görürsünüzsə 2 dənə toxunan çosa papağının cəmi 180-dir. Yəni bu hissə ilə bu hissənin cəmi 180-dir. Bəs 2 dənə kəsən görsəm hansı münasibətimiz var? Kəsənin çöldə qalan hissəsi vurulsun ümumi. Baxın, çöldə qalan vur ümumi. Bərabərdir o biri kəsənin çöldə qalan hissəsi vurulsun ümumi. Aydındırmı? Ümumiyyətlə bilməlisiniz. Çöldə qalan vur ümumi, çöldə qalan vur ümumi. Bəs bir toxunan, bir kəsən görəndə nə edəcəm? Toxunanın kvadratı bərabərdir. Toxunanın kvadratı bərabərdir. Kəsənin çöldə qalanı vur ümumi. Bildinizmi? Toxunanın kvadratı bərabərdir. Kəsənin çöldə qalanı vur ümumi. Bu qədər. Cəmi 4 dənə qaydadır. İndi baxaq suallara. Birinci sual. Birinci sualda deyir BO6-dır. Görək balacadır mı? Bu radius 6-dır. BA 8-dir. Biz dedik, radius toxunana nədir? Perpendikulyardır. 6, 8 düz bucaqlı 3 bucaq. 36-nın üstünə 64 gəlin 100 eləyir. Yəni bura neçə eləyir? 10. Uşaqlar, OA 10-dur, 10-dur. Baba, bu bütövlükdə 10-dur. Biz də bilirik ki, radius 6-dır. Orada verib də BO 6-dır. Radius 6-dır. Onun burası 6-dırsa, bura nə qaldı? 4. Bizdən də elə onu istəyir. Bax, KA-nı istəyir 4. Bildiniz, 10 santimetrlikdən 6 santimetr radiusu çıxıram, qalır 4 santimetr. Yəni 1 oldu C. Üçüncü sual. Çevrənin vətəri ilə bu vətərin ucundan çəkilmiş toxunan, çevrənin vətəri, bu vətərin ucundan çəkilmiş, bir dəqiqə uşaqlar. Axşam video çəkmənin fəsadları. Deməli, üçüncü, çevrənin vətərini çəkək. Vətər 2 nöqtədən keçən düz xətdir. Ucundan çəkilmiş toxunan vətər ilə bu vətərin ucundan çəkilmiş toxunan arasında bucaq 44 dərəcədir. Adi, sadəcə deyib, bu vətərin ucundan bir dənə toxunan çəkilib və bu bucaq 44-dür. Biz də demişik, toxunanla vətər arasında qalan bucaq qövsün nə idi? Yarısıdır. Qövs onda neçədir? 88. Bu dediyimiz qaydadır, uşaqlar. Həmişə bu bucaq qövsün yarısıdır. Qövs 88-dir. Bizə də qövsün dərəcəsi ölçüsünü istəyir. 88. 7-ci sual. Deyək ki, çevrənin radiusu 3-dür. Radius olan hissəyə 3 yazıram. MB deyir 2 dənə MA-dır. M-dən B-yə qədər olan məsafə deyir, M-dən A-ya qədər olan məsafədən 2 dəfə böyükdür. Onda uşaqlar MA-ya X deyim. MB-yə bütövlükdə 2X deyim. Bildiniz uşaqlar, MB bütövlükdə 2X. 3 nəticə toplayıram 6. Ümumi 2x-dırsa, görün bura. 2x çıx 6 olacaq. Bildiniz nə? 6 içərisidir. Cəmi 2x-dir. Onda sağdakı hissə 2x çıx 6. Baxın, ümumi 2x-dir. Sol hissə 6-dır. Onda bura qalır 2x çıx 6. İndi uzaqdan baxırsınız. Çevrəyə bir toxunan çəkilib. Bir də kəsən. Hansı metrik münasibət var idi? Toxunan x-dir. Kəsənin çöldə qalan hissəsi 2x çıx 6-dır. Ümumi kəsəndə 2x-dir. İndi yazıram. Toxunanın kvadratı bərabərdir. Bu düzdür uşaqlar. Kəsənin çöldə qalan hissəsi vur ümumi. Kəsənin çöldə qalan hissəsi 2x çıx 6-dır. Ümumi də 2x-dir. Hər tərəfdən x-ları bölsəm, yəni x-i ixtisar eləsəm, burada x-in 1 qalır. Burada 2x çıx 6 vur 2 qalır. Vurub açsam, burada qalır 4x çıx 12, burada qalır x. X-ları bir tərəfə yıxsam, burada 3x qalır, burada 12 qalır. X-i tapıram 4. X-i tapdım 4, mənə deyir ki, M10-u tap. M10, bax, M-dən O-ya qədər olan məsafədə şəkil üstündə baxaq.
2x çıx 6-dan bu 3 də daxil olmaqla. Elə burada yazıram. 2x çıx 6 üstəgəl 3. Görək neçə santimetrdir? 2x çıx 3 santimetrdir. X-də tapmışıq 4. 2 vur 4 çıx 3. 8-dən 3 çıxın 5. Yəni həmin məsafə neçə santimetr imiş? 5 santimetr imiş. Və ya siz 2x çıx 6-nı tapardınız. Uşaqlar, x-in yerinə 4 qoyun. Eləyir 2 santimetr. Burada 3-dür. 2 ilə 3-ü toplayanda neçə santimetr eləyir? 5 santimetr. Yəni hansı yolla yazsa cavab 5 eləyir. Baxaq 9-cu suala. Belə suallar bir ara çox düşürdü buraxılışa. Baxaq, deyir, tərəfləri çevrəyə toxunan düz bucağın. Bir dənə çevrə çəkirəm. Deyir, bir dənə düz bucaq var ki, tərəfləri çevrəyə toxunur. Baxın, bu tərəfi də çevrəyə toxunur. Bu tərəfi də çevrəyə toxunur. Toxunursa bir nöqtədə toxunur. Aha. Deyir, çevrəyə ən yaxın məsafəsi 13-dür. Bu düz bucaq təpəsindən, deyir, baba, təpə nöqtəsindən çevrəyə ən qısa məsafə 13-dür. Buradan çevrəyə ən qısa məsafədir 13-dür. Bura 13-dür. Bizə bilir ki, bura nədir? Radiusdur, çevrənin radiusudur. Buranı 13 verib. Uşaqlar, mərkəzdən kənara qədər burada radiusudur, onda burada radiusudur, düzdür? Bura radiusda paralel götürsəm, burada radiusdur. Buradan r-dirsə sizə nə demişəm həmişə? R-dirsə bura neçədir? R kök 2. Uşaqlar, bərabər yanlı düz bucaqlı, üç bucaqda r olanda bura nə olur? R kök 2. Amma bizə r kök 2 verməyib. Nə verib? R üstəgəl 13. Onda nə yazmalıyam? Yazmalıyam r kök 2 bərabərdir r üstəgəl 13. Bildinizmi? Normalda r-dirsə bura r kök 2 olmalıdır. Amma bizə şərtdə verib ki, r üstəgəl 13-dür. İndi r-ləri bir tərəfə yığıram. R kök 2 çıx r bərabərdir 13. Bizdən radiusu istəyir deyə radiusu ortaq vuruq çıxaram. Həmişə nəyi istəyirsə onu ortaq çıxarmalıyam. Radiusu çıxaram, qalır kök 2 çıx 1 bərabərdir 13. Radiusu tapanda nə etməliyəm? 13-ü kök 2 çıx 1-ə bölürəm. Məxrəcdə irrasional dərk görürəmsə qoşmasına vururam. Sürəti durduq yerə nəyəsə vurdumsa məxrəcdə vururam ki, ifadə dəyişməsin. A çıx B-nin A üstəgəl cəlbəyə vuranda çıxa baxıram. A kvadrat çıx B kvadrat deməkdir. A kvadrat çıx B kvadrat. Sürət də elə özüdür. 13 vurulsun kök 2 üstəgəl 1. Məxrəc 1-dir. 1-ə böləndə dəyişmir. Yəni cavab qalır 13 vurulsun kök 2 üstəgəl 1. Görün hardadır? Y variantında. Sadə sualdır. Yəni bu sualdan artıq neçənci dəfədir işləyirik. 16-cı sual. Deyir OD 3-dür. Bura yazaq 3. OC ümumilikdə 5-dir. Yəni radius 5-dir. Hə? Onda bura 2 yazım. Bura yazım 2. Deyir OC AB-yə perpendikulyardır. Perpendikulyardırsa mərkəzdən vətərə endirilmiş perpendikulyar onu yarı bölür. X yazım mı? Yazım. AB vətərinin uzunluğunu tapın. Uşaqlar, OC radiusdur. Radiusu verib 5. Mən də sizə demişdim, radiusu buradan maili çəkirik, hə? İndi gəlin sağda göstərim 16-nı. Mərkəzdən vətərə endirilmiş perpendikulyar söhbətin görən kimi demişdim, radiusu maili çəkin. Bura 3-dür, bura x-dir, bura 5-dir. Onda Pifagora görə x neçədir? 4-dür. Vətər yarı bölünür. Vətərin bu hissəsi 4-dürsə, bu hissəsi də 4-dür. Bizə AB vətərini bütöv istəyir. 4 ilə 4-ü toplayın. 8 santimetr. Anladınız mı? Sadə sual idi. 19. Şəkil qəribə görünür və qorxutmaq üçün belə verib. Amma mən sizə demişəm ki, bucaq söhbətidirsə cəmi 3 növ bucaq var. Mərkəzi bucaq, daxili bucaq və diametrə söykənən bucaq. Görək hansıdır bu? A, O, C. Görürsünüz də mərkəzidir. Mərkəzi bucaq. Deyir 4K-dır. Bura yazıram 4K. Deyir ABC, ABC. Bu necə bucaqdır? Daxili bucaq. 7K. Bunların da bircə dənə mövzusu var. Daxili bucaqdırsa qövs 2 dəfə böyükdür. Burada çəkəcəm ki, görün hansı qövsdür uşaqlar. Baxın, yazıram. ABC bucağını çəkirəm. Bura 7K-dırsa uşaqlar, bunun söykəndiyi qövs neçə K olacaq? 14K. Baba, o söykəndiyi hissəyə 14K deyirəm.
İstəyirsiniz onda o birisini göylə göstərim ki, qarışdırmayasınız. Mərkəzi bucaq 4K-dırsa, söykəndiyi qövs neçədir? 4K-dır. Mərkəzi bucağın özü olur. Burada oldu 4K. Cəmi neçə oldu 14K ilə 4K? 18K. Uşaqlar, bura 14K-dır. Burada mərkəzi olduğuna görə, mərkəzi də özü olduğuna görə burada 4K-dır. 14K ilə 4K-nı topladım 18K. 18K 360 dərəcədirsə, K-nın biri neçə dərəcəymiş? 20 dərəcəymiş. Gətirək qoyaq yerinə. Yerində yazmaq istəyirəm elə. Tapdığımıza görə silə bilərik və artıq yerinə qoyacağıq. K 20-dirsə, uşaqlar, AOC. Bura 7K idi. 7 vur 20 neçə edir? Düz baxaq uşaqlar. AOC 4K idi. 4 vur 20 neçə edir? 80. ABC 7K idi. 7 vur 20 neçə edir? 140. Bizdən DYF bucağını istəyir. Bu bucağını istəyir. Uşaqlar, eyni olduğunu görürsünüz. Görün. Eyni rombvari fiqur olduğunu görürsünüzmü? Eyni fiqurdur. Bura 140-sa, onda bura da 140-dur da. Qıraq tərəfləri 140-dur, orta tərəfləri də 80-dir. Çünki eyni bucaqlara söykəniblər uşaqlar. O söykəndiyi bucaq söhbətinin çox önəmi var. Onda Y bucağını istəyirsə 140. Diqqətli olun. 21. Şəkillər qeyri-adi qoyublar. Sizi qorxutmaq üçün, amma rahatdır. Uşaqlar, deyək mərkəzi O1 və O2 nöqtələrində olan çevrələrdə AB və CD ortaq toxunandır. Biz bilirik ki, kosanın papağının toxunanları necə olur? Bərabər olur. Uşaqlar, iki dənə çevrəyə toxunanda güya bərabər olmur ki, bura baxın. Güya burada məsələn ikinci çevrə çəkib. Yəni bu toxunanlar nədir? Həmişə bərabərdir. Çünki bunlar gedib hardasa bir yerdə kəsişirlər və kosa papağı görürsünüzsə, bu toxunanlar bərabərdir. Yəni bunun AB hissəsi CD hissəsinə nədir? Bərabərdir. Bizə deyir ki, AB 4A-8-dir. CD 2A üstəgəl 2-dir. Onda bunları bərabər edəcəm. Çünki kosanın papağı bərabərdir. Yazıram 4A-8 bərabərdir. 21-ci sualı əldə edirik. 2A üstəgəl 2-yə. A-ları bir tərəfə yığıram. 2A bərabərdir 10-a. A nəyə bərabər oldu? 5-ə. İndi A-nın yerinə 5 qoyaq. 4A-8-də A-nın yerinə 5 qoyanda 20, 20-dən 8-i çıxın, 12. Onsuz burada da eyni eləyəcək, qoyub yoxlaya bilərsiniz. 2 vur 5, 10, onun üstünə 2 gəldi, 12. Gördünüzmü? Kosanın, yəni papağının bu hissəsi də 12-dir, bu hissəsi də 12-dir. Yəni toxunan hissələri 12-dir. Deyir, radius 5-dir. Hansı radius görək? O1 mərkəzinin radiusu. Uşaqlar, radius toxunma nöqtəsinə necə olur? Perpendikulyar. Buradan 90 dərəcə çəkirəm və bura 5 deyirəm. Burada da radius toxunma nöqtəsinə necə olur? Perpendikulyar. Radius çəkirəm, 5 deyirəm. Deyir, O1 ilə D arasındakı ən qısa məsafəni tap. O1-dən D-yə ən qısa belə düppədüz xətt çəkirəm. Gözlüyüm, böyüdüm çəkim. Hətta istəyirsiniz göylə çəkim. O1-dən D-yə bu məsafəni istəyir. Burada düz bucaqlı bucaq yaranmır ki. 5 ilə 12 görürsünüzsə Pifaqorluyun da. 25-in üstünə 144 gələndə 169 eləyir. 169 nəyin kvadratıdır? 13-ün. Yəni OD neçəymiş? 13. Bildinizmi? 5 ilə 12-ni Pifaqorluyursunuz 13. Yəni ən qısa məsafə 13 imiş. Sonra baxaq 27-yə. Deyir A nöqtəsindən radiusu 3 cm olan çevrəyə B və C nöqtələrində toxunan 2 dənə düz xətt çəkilmişdir. İki düz xətt, toxunan 2 düz xətt çəkilmişdir. A nöqtəsindən çevrənin mərkəzinə qədər olan məsafə 5 cm-dir. A-dan çevrənin mərkəzi 5-dir. Radius 3-dür. Uşaqlar, toxunan görürəm, radius görürəmsə, toxunan radiusa nədir? Perpendikulyardır. Ona görə radiusu çəkib, bura neçə dərəcə yazıram? 90 dərəcə. Radius deyir 3-dür. 3, 5, bura o da neçədir? 4. 3, 4, 5, Pifaqora dördləri. Aha.
Deyir BC parçasının uzunluğu tapın. Uşaqlar, bu biri radiusda 3 olacaq da. Burada 3-dür. Radius yenə toxunana perpendikulyardır. Burada 4-dür. Çünki toxunanlar bir-birinə bərabər olur. Aha, biz amma deyir ki, BC-ni tap. Gəlin tapaq da. BC düppədüz xəttdir. Yəni, bir var BOC qırıq xətt. Bir var amma BC dimdik bu xəttin uzunluğunu istəyir. Bu xətti tapanda məsafə deyəndə həmişə hündürlük nəzərdə tutulur. Yəni, mən hündürlük tapmalıyam. Birinci yuxarıdakı üçbucağın hündürlüyünü tapım. Düz bucaqlı üçbucaq, bax, belə bir düz bucaqlı üçbucaq çəkilir. Fərqi yoxdur, necə çəkilir. Burası 3-dür, 4-də əsas katetlər, 5 də buradır. Hündürlüyü onda tapaq da. Baxın, hündürlüyü sərgəl çəkim ki, oxşasın. Bu. Hündürlüyün düsturu nə idi düz bucaqlı üçbucaqda? A vur B böl C. A-nı B-yə vurub C-yə böləcəm. Yəni 4-ü 3-ə vurub 5-ə böləcəm. 12-ni 5-ə böləndə eləyir 2,4. Yəni uşaqlar, yuxarıdakı düz bucaqlı üçbucağın hündürlüyünü neçə tapdım? 2,4. Uşaqlar, aşağıdakı düz bucaqlı üçbucaq da eyni düz bucaqlı üçbucaq deyil. Onda bunun da hündürlüyü 2,4-dür də. Bizdən bütöv istəyir. 2,4 ilə 2,4-ü toplayın. 4,8 santimetr. Diqqətli olsaq sadə sualdır. Yəni, sadəcə siz düz bucaqlı üçbucağın hündürlük düsturunu bilməlisiniz. A vur B böl C. İndi 31. Aha. Deyir MA 6-dır. Buraya yazıram 6. BM 4. A. Uzaqdan bilən mən gördüm artıq. Uşaqlar, bir nöqtədə toxunmur. Deməli, toxunandır. 6 ilə 4-ü toplayın 10. Bu da bir nöqtədə toxunur da. Onda bu da gözləyin toxunan kim olmadı. Gözə babağına oxşamadı. Bu da toxunandır. Bizə demişdik, kosanın papaqları bərabər olur. Bura 10-dursa, onda bura da 10-dur. Yəni, bura 10 yazıram. C. Toxunma nöqtəsinə qədər olan məsafələr. A-dan B-yə qədər 10-dursa, uşaqlar, A-dan C-yə qədər də 10-dur. Burada düz bucaq işarəsini görürəm. Bura 10-dur, bura 6-dırsa, baxın, bunu demək istəyirəm, uşaqlar. 10, 6, onda bura 8-dirmi? Pifagor teoreminə görə də 6, 8, 10 ədədləri. 6, 8, 10 Pifagor ədədləridir. Aha, buranı tapdıq 8, bizdən C-yeni istəyir. Həmişə soruşulan hissəyə nə deyirəm? X. Onda bura 8 çıx X deyim. Bir daha baxın uşaqlar, ümumi uzunluq 8-dir. Bir hissəsini soruşur, X deyirəm. Onda o biri tərəfinə 8 çıx X deyirəm. Bunu həmişə ağlınızda olsun. Burada deyirəm 8 çıx X. Deyir ki, tapaq da. Tam bu hissədən bir şey göstərəcəm sizə. M nöqtəsindən uşaqlar həm kəsən çəkilib M nöqtəsindən. Mən böyük çəkim ki, siz böyük görəsiniz. Burada M nöqtəsi var. M nöqtəsindən kəsən çəkilib, bir də toxunan çəkilib. Düsturu bilirik də uşaqlar. Nə idi? Toxunanın kvadratı bərabərdir. Kəsənin çöldə qalan hissəsi vur ümumi. Elə deyildi. İndi yazaq. Toxunanın kvadratı bərabərdir. Kəsənin çöldə qalan hissəsi vur. Ümumi kəsənin 8 olduğunu yuxarıda görürsünüz. Yazıram. 4-ün kvadratı 4 vur 4. 16 bərabərdir. 8 çıx X vur 8. 16-nı 8-ə böləndə neçə eləyir? 2. 8 çıx X 2-dirsə X neçədir? 6-dır. Deməli, kəsənin yuxarı hissəsi 6-ymış. 8-dən də 6-nı çıxın. Aşağı hissəsi də 2-ymiş. Bizdən SY-ni, yəni yuxarı hissəsini istəyir 6 santimetr. Sadə sual idi. Diqqətli olsanız, ümumiyyətlə həmişə parçanı 2 dənə hissəyə ayırmağı bacarmalısınız. X və ümumi çıx X. Sonra nə qaldı burada? 39. Deyir, radiusları 3 və 5 olan çevrələr xaricdən toxunur. Onların toxunma nöqtəsindən keçməyən iki ortaq toxunan çəkilmişdir. Baxın uşaqlar. Nə deyir, onu da çəkin. Radiusları 3 və 5 olan 2 dənə çevrədir, xaricdən toxunur. Amma deyir, ortaq nöqtəsindən keçməyən, yəni toxunan buradan keçməsin. Ortaq nöqtəsindən keçməyən iki ortaq toxunan. Toxunanın biri budur, biri də budur. 2 dənə deyir, toxunan çəkilib. Eləyin ki, bircə nöqtədə toxunsun. Bircə nöqtədə toxunan bir şey çəkilib. Aha, 2 dənə toxunanı çəkdik.
Bu toxunanların kəsişmə nöqtəsindən, uşaqlar bax, bu toxunanlar həmişə nə yaradır? Kosa papağı. Kosa papağını yaradım burada. Aha, toxunanlar kosa papağı yaradır. Bu toxunanların kəsişmə nöqtəsindən böyük çevrənin mərkəzinə qədər, bax, bu nöqtəni götürək A, böyük çevrənin mərkəzinə qədər olan deyir məsafəni tapın. Buradan böyük çevrənin mərkəzinə qədər olan məsafəni istəyir. Kiçiyin radiusu 3-dür. 3 yazaq. Buraya yazıram 3. Diqqətli olun, burada oxşarlıq olacaq. Radius toxunma nöqtəsinə necə olur? Perpendikulyar. Böyük çevrənin radiusu 5-dir. Böyük çevrənin radiusuna da 5 yazıram. Radius toxunma nöqtəsinə nə olur? Perpendikulyar. Yenə 3-ləri yazaq. Radius 3-dürsə 3, radius 5-dirsə 5, 5. Buranı bilmirəm. X bu qədər. İndi biz sizlə oxşarlıq keçəcəyik. Oxşarlıq dərsində belə bir şey deyəcəyik. Gəlin bu hissəni uşaqlar. Bu hissəni gözləyin. Bu hissə. Aşağı atır. Donub. Donub. Aşağı atır. Bir dəqiqə. Uşaqlar, davam edək. Baxın, bu düzbucaqlı, üçbucaqlı, 2 dənə düzbucaqlı, üçbucaq arasında oxşarlıq quracağıq. Bir, bu balaca düzbucaqlı, üçbucaq arasında. Elə eləyək ki, orada nə qədər səhv görünsə də, əslində uşaqlar, düzbucaq nədirsə, budur. Belə. Balaca düzbucaqlı, üçbucağı qırmızı ilə göstərirəm. Oturacağı neçədir? 3-dür. Bu hipotenuz hissəsi neçədir? X üstə gəl 3-dür. Və o sarıladığım böyük düzbucaqlı üçbucaqda görün nə görürsünüz? Orada nə görürsünüz? Oturacaq 5-dir. Bəs hipotenuzu neçə görürəm? X, 3, 3, 5 neçə eləyir? 3, 3, 6, 6, 5, 11. X üstə gəl 11 görürəm. Düzdürmü? İndi oxşarlığın qaydasını deyirəm uşaqlar. Oturacağa nisbəti bərabərdir yan tərəfin nisbətinə. Bildiniz amma eyni fiqur olmalıdır. Biz ona görə fiqurları ayırdıq. Yəni, mən durduq yerə 3-ü 5-ə bölüb, x üstə gəl 3-ü 8-ə bölə bilməzdim. Çünki bu hissə başqa bir şeydir. Trapesiyaya oxşayır. Bu hissə üçbucaq deyil. Mən balaca üçbucaqla böyük üçbucaq arasında oxşarlıq qurdum. Bildinizmi? Kiçik üçbucaq və böyük üçbucaq arasında oxşarlıq qururam. Və kiçiyin oturacağını bölürəm böyüyün oturacağına, kiçiyin yan tərəfini bölürəm böyüyün yan tərəfinə. Və çarpaz vururam. 3x üstə gəl 33 bərabərdir. 5x üstə gəl 15. X-ları bir tərəfə yığıram. 2x. 33-dən 15-i çıxıram 18. X neçə oldu? 9. Bizdən görək nəyi istəyir? X-i 9 tapdım, gətirib yerinə yazıram 9. Baba, buraya yazdım 9. Deyir, çevrənin mərkəzinə qədər olan məsafə heç nədir. O sarıladığım var idi. 9, 3, 3, 5. Bunun cəmini istəyir. 6, 5, 11. 9-un üstünə 11 gələndə 20. Deməli, xaricdəki nöqtədən böyük çevrənin mərkəzinə qədər olan məsafə neçəymiş? 20. Yəni, cavabımız 20-dir. Bu maraqlı sual idi və düşə bilən sualdır. Oxşarlıqda buna aid nə qədər sual işləyəcək. 45 və 49 sonuncu iki sualımıza baxaq. 45 kosinuslar teoremi. Uşaqlar, deyir AY 3-dür, YB 8-dir, CY 6-dır. Vətərlər görürüksə, vətərlərin bircə dənə qaydası var idi. Bölündüyü hissələrin hasilləri bir-birinə bərabərdir. Yəni 3 vur 8 bərabərdir 6 vur x, 24 bərabərdir 6 vur x. X neçə oldu? 4. Yəni vətərin burası neçəymiş? 4. Kosinus BY-də də deyir 4də 1-dir. Buraya birbaş 4də 1 yazaq. Ağlımızda olsun ki, kosinusdur. DB-ni istəyir. Gəlin onda bu göylə göstərdiyim üçbucağı burada çəkək. Bu üçbucağı uşaqlar sağda çəkəcəm. Sonra belə bir üçbucağı aldıq. Bir tərəfi 4-dür, bir tərəfi 8-dir. C olan tərəfini istəyir. Kosinusu da verib 4də 1. Onda kosinuslar teoremini yazım da. Yazıram kosinus teoremi. Hamı bilməlidir kosinus teoremini. C ilə başlayır deyə düstur C ilə başlayır. C kvadrat bərabərdir. Müxtəsər vurma düsturu. A kvadrat üstə gəl B kvadrat minus 2AB vur arasındakı bucağın kosinusu.
C-ni yazaq, onun bizdən C-ni istəyir. 8-in kvadratı neçədir? 64. İstəyirsiniz birbaşa yazaq. Bu 4də 1 uşaqlar bucaqdır. Başqa rəngdə yazım ki, qarışmasın. Aha. 8-in kvadratı 64, 4-ün kvadratı 16, çıxılsın 2 dənə həmin tərəflərin hasili, vurulsun kosinus. Həmin bucağın kosinusunu bizə avtomatik özü verib 4də 1. Bəzən özümüz tapmalıyıq, amma burada özü verib. Uşaqlar 4-ü 4də 1-ə vuranda ixtisar gedir. 2-ni 8-ə vurun 16. 16-dan 16-nı çıxanda ixtisar gedirmi? Gedir. Qalır 64. Nəyin kvadratı 64-dür? 8-in. C tərəfini tapdıq 8-də, elə bizdən də o C tərəfini istəyir. Cavab neçə oldu? 8. Sadə sual idi. Əgər kosinuslar teoremin bilsəz, hamı bilməlidir. Sonra sonuncu sual 49. Çox maraqlı sualdır bu. Diqqətli olsaydınız görərdiniz. DF deyir ki, bax, qırmızı ilə göstərəm. D-dən F-ə qədər deyir 8-dir. Bu hissə 8-dir. Yadda saxlayın ki, bu hissə 8-dir. A-dan F-ə qədər 1-dir. A, şəklə uzaqdan baxın. Bu hissə kəsən deyil. Kəsənin çöldə qalan hissəsini verib 1, içəridə qalan hissəsi 8. Buradan da toxunan verib. Biz nə bilirik? Toxunanın kvadratı nəyə bərabərdir? Kəsənin çöldə qalanı vur ümumi. Düzdür, ümumi 9 deyil. Toxunanın kvadratı 9-sa toxunan neçəymiş? 3. M-i tapdıq 3. Məncə hamıya aydındır. Bura oldu 3. Deyir ki, AB bərabərdir AY-yə. AY də 3-dürsə, burası 1 idisə, bura nə qaldı? 2. Uşaqlar 3 santimetrdir deyir. Onda burası 2-dir də. Və burada ümumi 8 idi uşaqlar. Tapdıq ki, yuxarı hissəsi 2-dir. 8-in burası 2-dirsə, burasına nə qaldı? 6. Baxın, indi yazdıqca bura yazıram, baxın. Belə bir şey idi uşaqlar. Buranı tapdıq 2, buranı tapdıq 6. Sonra deyir C-yə də bərabərdir. Bunların üçü də hamısı AB-yə bərabərdir. AB də 3 olduğuna görə, yəni C-yə də 3-dür. Bunların hamısı deyir 3-dür. Onda burada 3 yazıram. Baba, burada 3 yazıram. Onda bura x yazım da. İndi həll edeyim də. Vətərlərlə bağlı cəmi bir dənə qayda bilirəm. Vətərlərin hasilləri bir-birinə bərabərdir. 3x bərabərdir 2 vur 6. 3x 12-dirsə x neçədir? 4. Yəni vətərin bu hissəsində tapdım 4. A bizdən də onu istəyir. BY oldu 4. Yəni burada uşaqlar 2 dənə şeyi birləşdirib, inteqrasiyasını verib. Siz həm toxunan, kəsən qaydasını bilməlisiniz. Həm də 2 vətər. Çünki şəkilə baxanda ikisini də verib. Görməyi bacarmalıydınız. Bu qədər olurlar.